Bismillah, elhamdülillah və salatu və salamu alə rasulillah və bə'd. Diqqətimi çəkən, ümid edirəm inşallah sizi də düşündürəcək bir mövzunu sizinlə paylaşmaq istəyirəm. Hər il balaca bir oğlanın valideynləri onu yay tətilində nənəsinin evinə aparar, 2 həftə sonra isə eyni qatarla geri qaytarardılar. Bu, illərdir davam edən şirin bir adət idi bu ailədə. Bir gün oğlan valideynlərinə dedi, mən artıq böyümüşəm, icazə verin, bu il nənəgilə tək gedim. Qısa bir tərəddüddən sonra valideynlər razılaşdılar. Qatar stansiyasında ayrılıq anı gəlib çatdı. Valideynlər pəncərədən oğullarına son dəfə məsləhət verdilər. Oğlan isə adəti üzrə cavabladı, bilirəm, bunları mənə çox demisiniz. Qatar tərpənmək üzrə idi ki, ata yavaşca oğluna yaxınlaşıb pıçıldadı. Oğlum, əgər birdən özünü pis hiss etsən və ya qorxsan, bu sənin üçündür. Və cibinə bir kağız qoydu. Balaca oğlan ilk dəfə idi ki, valideynləri olmadan qatarda tək otururdu. Pəncərədən axıb gedən mənzərələrə baxdı. Ətrafında yad insanlar vardı. Kimisi tələsir, kimisi səs-küy salır, kimisi kupaya girib çıxırdı. Oğlan getdikcə özünü daha da tənha hiss etməyə başladı. Bir nəfərin ona kədərli baxışla baxması isə oğlanın narahatlığını daha da artırdı. Və oğlan qorxmağa başladı. Qorxu ürəyinə qədər sirayət etdi. Başını aşağı saldı, oturacağın küncünə sıxıldı. Gözlərindən yaşlar süzülürdü. Elə bu anda atasının cibinə qoyduğu o həmin şeyi xatırladı. Titrəyən əlləri ilə kağızı açdı, kağızda yazılmışdı. Oğlum, qorxma, mən növbəti kupedəyəm. Həyat da elə bu qatara bənzəyir. Allah bizi bu dünyaya tək göndərmiş kimi görünür, amma əslində o da bizə bir tabiri caizsə məktub verib. Lə təhzən innallahə mə'ənə. Qorxma, kədərlənmə, Allah bizimlədir. Elə isə təşvişə düşməyin, ümidsizliyə qapılmayın. Çünki qorxu və depressiya yalnız bədənimizə və ruhumuza zərər verər. Allaha etibar edək, Allaha güvənək. Allah hər zaman, hər yerdə bizimlədir, elmi ilə özünə məxsus bir keyfiyyətdə. Bütün bu həyat səyahətimiz boyunca Allah Azze və Cəllə bizə nəzarət edir. Sadəcə Allaha çağıraq, sadəcə Allaha sığınaq. Ən gözəl sığınacaq Allah Azze və Cəllədir. Ey Allahın qulları! Gizlidə və aşkarda Allaha xatırlayın. Səhər və axşam Allaha layiqincə ibadət edin. Allahın verdiyi nemətlərə layiqincə şükr edin. Ey müslimlər! Tövhidin mahiyyətindən uzaqlaşmaq, Allaha ibadət və itaətdə səhlənkarlıq etmək insanı dərin bir mənəvi boşluğa və kədərli hallara sürükləyər. Halbuki Quran-Kərimin açıq dəlilləri və Rasulullahın sallallahu aleyhi və səlləm sünnəsi susuz qəlbləri dirildir. Çətinlikdə olanlara çıxış yolu göstərir. Azanları doğru yola yönəldir. Necə ki, Uca Allah buyurur, Ya Rasulum, onlar sənin yanına elə bir misal gətirməzlər ki, biz sənə onun ən doğrusunu və izahca daha gözəlini gətirməyək. Qəlbin sıxılanda unutma, o növbəti kupedə deyil. Allah Azze və Cəllə özünə məxsus bir keyfiyyətdə səninlədir. Subhanəkə Allahümmə və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.